mən baxları sizə ağız və mədədə olan həzmi izah elədim. İndi keçirəm deməli nazik bağırsağa. Nazik bağırsaq dedim ki, həzmin ən mürəkkəb və ən uzun, belə deyək də, vaxt sərf olunan və fizioloji proseslərin və kimyəvi reaksiyaların çox olduğu nöqtədir. Nazik bağırsaq uzunluğu ümumiyyətlə belə deyək, bəzi yerlərdə 6-7 metr yazdır. Amma yoğun bağırsaq uzunluğu isə 1.5-2 metr sayılır. Əslində həzm prosesi elə nazik bağırsaqda bitmiş hesab olunur. 12 barmaq bağırsaqda bitmiş hesab olunur. 12 barmaq bağırsaqda həzm bölünür 3 yerə: boşluq həzmi, membran həzmi və bir də hüceyrə daxili həzm. Gəlin başlayaq boşluq həzmindən. Mən baxlar sizə dedim axı ki, 12 barmaq, daha dəqiq desəm, 12 barmaq bağırsağa əsas 3 yerdən maddə daxil olur. Bir, qida kütləsi yuxarıdan, mədədən daxil olur hara? 12 barmaq bağırsağa. Düzdürmü? Eyni zamanda həmin 12 barmaq bağırsağın boşluğuna qaraciyərin ifraz elədiyi öddə tökülür. Biz burada bunu yaxşı ilə ifadə etmişik, ödə xar vasitəsilə. Xüsusi kanal vasitəsilə gəlir, ödə xar vasitəsilə 12 barmağa və həm də mədə-altı vəzi, ayrı-ayrı çəkmişəm ki, qarışmasın. Mədə-altı vəzində ifraz elədiyi fermentlər də hara tökülür? Yenə 12 barmaq bağırsağa tökülür. Əvvəlcə mən bir şey deyirsəm, mədədən qida məsəbəxlə dedim ki, sfinkter vasitəsilə açılır, yəni bu zamanı büzücü əzələlər demə açıldıqdan sonra qida, yəni mədə başlayır yığılaraq qidanı hissə-hissə, hora-hora, kütlə-kütlə, yəni pay-pay ötürülür hara? Nazik bağırsağa. Birdən-bir təbii ki, baş verə bilməzdir bu proses. O qida kütləsi evakuasiya olunur deməli 12 barmaq bağırsağa. Əlbəttə ki, qida horası bu zaman tərkibində H kloru miqdarı yüksək olduğuna görə tamamilə toş mühit olur. Əlbəttə bu bağırsağın seyirli qışasını nə edə bilərdi? Yandıra bilərdi. Bu olmasın deyənə nə baş verir? Həmin qidalı mühitin içərisində nə tökülür uşaqlar? Öd tökülür. Buradan H klorlu məhlulu, buradan da deməli öd nə olur? Tökülən kimi həmin turşlu hissəni məhlulu nə edirdi? Əvvəl neytrallaşdırır, sonra da qələvli, yəni həmin yerdə qələv mühit yaradır. Yəni bu mütləq şəkildə bu cür olmalıdır. Sonra əslində ödün təkcə bir funksiyası deyil, ödün bir neçə funksiyası vardır. İndi funksiyaları birər-birər mən sadalayacağım. Yadınızdadır, mən bayaqlar mədədə dedim ki, nə parçalanırdır? Süd zülalları və süd yağları, amma qidanın tərkibində digər yağlar, digər zülallar və ağız boşluğundan düşmüş, parçalanmayan, atıma parçalanmış karbohidrat var idi. Bəs həmin üzü birləşmənin parçalanması necə baş verir? Deməli, ağız boşluğunda yadınızdadır, disaxarid formatda qalmışdır. Deməli, şəkərləri, disaxaridləri, mədə-altı vəzində ifraz elədiyi fermentlər, amilaza, nə edirdi? Monosaxaridlərə qədər parçalayırdı. Nəyə qədər parçaladı? Monosaxarid. Yəni glikozaya qədər parçaladı. Düz deyilmi? Sonra yağlar, digər yağlar, bitki mənşəli yağlar və digər heyvan mənşəli yağları nə parçalayırdı? Lipaza. Lipaza nə edirdi uşaqlar? Yağları nəyə qədər parçalayırdı? Gliserinlə nəyə? Yağ turşularına qədər parçalayırdı. Diqqətli olun. Yağ turşularına qədər parçalanmış olurdu. Və digər zülalları, süd zülalları yox, digər zülalları isə, dediyim kimi, zülallar nəyə qədər parçalanırdı? Amin turşularına qədər nə edir uşaqlar? Parçalanırdı. Bəs amin turşularından, daha dəqiqdə zülallar amin turşularına qədər parçalanan fermentlər hansılardır? Pepsindir, tripsindir, yadınıza saxlayın, bir də süd zülalları parçalanan ximazin vardır. Yəni zülallar tərkibinə görə daha dediyim kimi, mədə-altı vəzinin fermentləri burada, yəni toxşluq həzmini təmin edirdilər. Amma bir şey deyirəm, yadınıza saxlayın. Axı mədə-altı vəzi demişdim, qarışıq sekresiya vəzidir. Qarışıq sekresiya vəzi ona görə qarışıq idi ki, ferment hissəsi tökülürdü 12 barmaq bağırsağa, hormon hissəsi glikagonla, deməli insulin də tökülürdü hara uşaqlar, qana tökülürdülər. Düz deyilmi? 12 barmaq bağırsaqda bir də vurğulayıram ki, disaxaridlər, monosaxaridlərə qədər amilazanın hesabına, maltaza da var. Lipazanın hesabına yağlar, gliserin və yağ turşularına qədər mən yenə vurğulayıram ki, burada təkcə süd yağları deyil də, həm də bitki və digər heyvan mənşəli yağlar da parçalanır. Zülallar isə nəyə qədər? Amin turşularına qədər. Hansı fermentlər hesabına? Pepsin və tripsinin hesabına nə edirdi? Parçalanırdı. Yəni, deməyim onda ki, həmin bu üzü birləşmə tam ümumi birləşmələrə qədər nə edirdi uşaqlar? Tam parçalanırdı. Nə hesabına? Mədə-altı vəzini sintez elədiyi fermentlərin hesabına. Amma bir şey deyəcəm uşaqlar. Mədə-altı vəzini fermentləri, deməli, onu aktivləşdirməkdən ötürü mütləq həmin mühitə öd tökülməlidir. Yəni, öd olmasa mədə-altı vəzini fermentləri aktiv ola bilməz. Ödün özü düzdür, birbaşa ferment deyil və özü də birbaşa heç bir üzü birləşməni parçalaya bilmir. Amma mən burada yağlarda gərək vurğulayım. Deməli, öd əvvəlcə yağların üzərinə düşəndə yağları, belə deyək, fiziki olaraq parçalı, yəni emulsiyalaşdırır.
Yağlar iri kütləcikdən daha xırda zərrəciklərə qədər, yəni molekulyar səviyyədə demirəm ha, fiziki olaraq daha xırda hissəciklərə qədər ayrılır, yəni emulsiyalaşır. Sonra mədafi vəzni ifraz elədiyi həmin bu lipaza xırdalanmış yağ kütləsinə daxil olur. Onu nəyə qədər parçalayır? Gliserin və yağ turşusuna qədər parçalanmış olur. Deməli, bizim bildiyimiz öd yağları fiziki olaraq xırdalayır, mədafi vəzni fermentlərini aktivləşdirir. Mədədən gələn turş qida mühitini əvvəl nə edirdi? Neytrallaşdırırdı, sonra qələvləşdirirdi və parçalandıqdan sonra ADK vitaminləri varsa qidanın tərkibində onun sorulmasını asanlaşdırır və parçalanmış qida kütləcikləri sorulduqdan sonra, molekullar, yəni sorulduqdan sonra həzm olmayan qida kütləsini bağırsağın divarının yığılmasının səbəb olaraq, yəni peristaltikasının səbəb olaraq qida kütləsinin nazik bağırsaqdan yoğun bağırsağa doğru yönəlması nə edirdi? Təmin etmiş olurdu. Və bir də vurğulayıram ki, orada olan mikroorqanizmlərin də eyni zamanda məhvinə səbəb olur. Yəni ödün hədsiz dərəcədə böyük bir əhəmiyyəti var idi. Və təbii ki, öd də bilirsiniz ki, proporsiyalara yaranır və öd kütləsinin içərisində depolanırdı və hissə də öd axarı vasitəsilə nə olunurdu? Öd kanalı vasitəsilə düşürdü 12 barmaq bağırsağa. Yaxşı, bu üzü birləşmələr parçalandıqdan sonra bəs bunların aqibəti nə olur? Mən bəxtlər sizə vurğuladım axı dedim ki, deməli mikroxovlar idi, yadsan bəxtlər xovlar idi. Bir kvadrat santimetrdə nə qədər uşaqlı xovun sayı? 2500-ə qədər idi, yadınıza saxlayın. Hər xovunda özünün tərkibində 1000-ə qədər mikroxovcuqlar var. Bura təbii ki, kapilyarlar başlanğıc götürür. Yəni kapilyarlar, mən belə deyək də, kapilyarlar niyə görə? Çünki həmin üzü birləşmələr aydın məsəl ki, nəyə sorulmalıdır? Kapilyarlara sorulmalıdır, düz deyilmi? Həmin kapilyarlara sorulmuş qida kütləsi bağırsaq altı vena vasitəsilə gəlirdi hara uşaqlar? Qaraciyərin qapı venasına. Baxın, diqqətli olun inə verəsinə. Bağırsaq altı vena ilə gəlir hara? Deməli, bağırsaq altı vena ilə gəlir qaraciyərin hansı venasına? Qapı venasına. Qaraciyərin, belə deyək də, qaraciyərə daxil olur və qaraciyərin membranları tərəfindən üzü birləşmələr nə olur? Təmizlənir. Yəni, qaraciyərə daxil olunmuş, bağırsaqda daxil olmuş qida kütləsi, yəni o qan, oradan sorulmuş qan 95%-ə qədər qaraciyərdə nə olurdu? Zərərsizləşdirilirdi. Aydın oldu mu? Beləliklə, tam 95%-ə qədər zərərsizləşmiş qan qaraciyər qapı venasına daxil oldu, yəni bayxladığında sorulduqdan sonra qaraciyər venası vasitəsilə hara çıxırdı? Aşağı boş venaya daxil olurdu. Bax, bir də deyirəm, qaraciyərə cəmi cümlətanı 2 damar gəlir. Gələnin biri bağırsaq altı venadır, yadınızda saxlayın. Bir də qaraciyər arteriyasıdır. Arteriyanın hələ ki işiniz yoxdur. Bağırsaq altı vena dediyində haradan başlanıb götürürdü? Bağırsaqdan götürürdü və sorulmuş qida kütləsi ora daxil olur. Düz deyilmi? Zərərsizləşəndən sonra, təmizlədikdən sonra qan hara daxil olur uşaqlar? Qaraciyər venasından, qaraciyər nə ilə? Venasından hara daxil olacaq? Buradan da gəlirdi hara uşaqlar? Aşağı boş venaya. Deməli, aşağı boş venaya haradan gələn qan oldu? Həm də qaraciyərdən gələn təmizlənmiş qan oldu. Anlaşıldı mı? Və indi nə olur? Qaraciyərdən gəlmiş, təmizlənmiş qan aşağı boş venaya. Aşağı boş venaya hara? Sağ qulaqcığına, sağ mərkəzinə, ağciyər arteriyasına hara getmiş alır? Ağciyəri, kiçik qan dövranına. Oksidləşmiş qan ürəyin sol şöbəsinə daxil olduqdan sonra aorta vasitəsilə hara qovuldu? Böyük qan dövrana qovuldu, düz deyilmi? Böyük qan dövrana qovulmuş qan eyni zamanda hara gələcəkdir? Qarın aortası vasitəsilə hara gələcək uşaqlar? Qaraciyərə gələcəkdir. Deməli, qaraciyər özü orqan olaraq həm də qidalanmalıdır. Bəs qida maddələrini hardan alırdı dedim? Hardan? Qaraciyər arteriyasından. Anlaşıldı mı uşaqlar? Arteriyasından. Aydın oldu bura qədər. Deməli, bir də deyirəm, qaraciyərin qapı venası kirli qan gəlirdi, təmizləndi. Düzdür? Təmizlənmiş qan hara çıxdı? Qaraciyər venasına çıxdı. Deməli, qaraciyər venası çıxış venasıdır. Bu giriş venası, bu çıxış venası. Çıxış venası necə qan olur? Tam təmizlənmiş qan olur. Həmin qan idi ki, gedirdi ki, ürəyin sağ şöbəsinə, sonra sol şöbəsinə. Tam təmizləndən sonra hara gəlirdi? Qaraciyər arteriyası vasitəsilə qaraciyərə gəlirdi. Deməli, gəlin, mən sizə bir şey deyəcəm. Qaraciyər venası, qaraciyər arteriyasını yadınıza saxlayın. Tərkibindəki üzü birləşmələr tamamilə eynidir. Çünki eyni qan gəlir. Sadəcə olaraq venada karbon qazı miqdarı çoxdur. Bunun da arteriyasına dəhşət çox düşür. Qaraciyər venasında karbon qazı miqdarı çoxdur. Qaraciyər arteriyasında isə arterial qan olduğu üçün oksigen miqdarı çoxdur. Düz deyilmi? Amma qaraciyər venasına, qaraciyərin giriş venası, yəni qapı venasına bir ortaq cəhət var. Hər ikisi venoz qan olduğuna görə karbon qazı çoxdur. Amma kimyəvi tərkiblərinə görə əlbəttə giriş venasında, yəni qaraciyərin qapı venasında üzü birləşmələrin miqdarı nədərdir? Maksimaldır. Əgər yemək yemişsə də nə olacaqdır? Burada daxil olan qanın tərkibində üzü birləşmənin miqdarı maksimum olacaq. Amma çıxanda nə olacaqdır? Artıq normaya düşüb və çıxmış olacaqdır. Anlaşıldı mı? Bir də deyirəm, qaraciyər venasında, qaraciyər arteriyasında fərq yalnız qazdadır.
arteriyada oksigen çoxdur, venada isə karbon qazı çox idi. Qaraciyər venasından, qaraciyərin qapı venasında bir ortaq tərəf var, yalnız karbon qazı çoxdur hər ikisində. Anlaşıldım, amma üzüm maddə baxımından giriş çox, qalanları da azdır. Yəni, üzüm maddə baxımından vena ilə arteriyanın nə deyirlər? Bir-birinə bərabər olacaqdır. Anlaşıldı mı? Bir də xırda nüansını deyirəm, onu da bitirəm, yormayayım sizi. Uşaqlar, biz bayaqları dedik ya, biz karbohidratlar parçalanır monosaxaritlərə qədər və monosaxaritlər qaraciyər tərəfindən nə olurdu? Qəbul olunurdu. Onlar uşaqlar, əgər qanda belə deyək də, glukoza miqdarı 0,08, 0,12-dən çoxdursa da, mədalatın vəznin daxili sekresiya hissəsi işə düşür. Bu da qana nə ifraz edirdi? İnsülin. Düzdürmü? İnsülin də nə edirdi? Qaraciyərə gəlirdi qan vasitəsilə və qaraciyərə nə edirdi? Əmr edirdi ki, qaraciyərin membranları vasitəsilə qanda olan, yəni bura daxil olunmuş şəkəri nə etsin? Absorpsiya eləsin. Və qaraciyərin hüceyrələrində glikozanı glikogenə çevirsin. Və beləliklə glikogen nə olurdu? Depolanırdı qaraciyərdə. Tam normallaşmış, yəni nə qədərlə? Yəni 0,08 və ya da 0,12% olanda çıxırdı. Anlaşıldı mı? Əgər qaraciyərin venasına, yəni çıxış venasından şəkərin miqdarı normadan artıqdırsa da, bu deməkdir ki, qanda insülinin miqdarı yetərin qədər sintez edilməyibdir. Və yaxud da aşağı çıxır şəkərsiz diabet, yox, yuxarı çıxır şəkərli diabetdir. Anlaşıldı mı? Bu artıq mədalatı vəzinin daxili hissəsinin pozulmasıdır. Yəni, mədalatı vəzi həm boşluqda olan üzv birləşmələri parçalamaqla həzmin, belə deyək də, həzm traktının boşluq həzmini təmin edirdisə də, amma daxili sekresiya hissəsi isə qan şəkərinin, qandakı şəkərin miqdarını tənzim edir. Yəni, xarici hissəsi sadəcə şəkəri monomerə qədər parçalayırdısa da, daxili hissəsi, yəni ki, hormon hissəsi isə qanda olan şəkərin dəngəsini, yəni ki, miqdarını tənzim edirdi. Anlaşıldı mı? Və beləliklə, nazik bağırsaqdan yoğun bağırsaqda bilirsə, heç bir xovlar yox idi, orada qida maddələri sorulmurdu. Və burada bir dənə bir şey dedim, yadına çıxdı. Burada limfa kapilləri vardı, başlarını götürdü. Limfayı yadınızda saxlayın, yağlar sorulur. Yəni, qana yağ sorulmur. Limfaya yağlar sorulur. Limfadan da sonradan deməli, özü də aşağı boş bənəyə tökülürdü. Bir də bir şey deyəcəm uşaqlar. Yoğun bağırsaqda dedim, bayaqları nə olurdu? Su və mineral maddələr sorulurdu. Yada saxlayın, su və mineral maddələr olduğu şəkildə sorulur. Parçalanmağa məruz qalmadan, amma zülallar, belə deyək də, yağlar və karbohidratlar parçalanandan sonra sorulurdu. Baxın, burada da verilir. Yəni, qana nələr sorulacaqdır? Amin turşuları, glikoza, nukleotidlər, mineral duzlar, su. Amma limfaya isə yalnız və yalnız yağlar sorulacaqdır. Bax, bu şeylərə deməli diqqət yetirmək lazımdır. Anlaşıldı mı? Yoğun bağırsaqda da bilirsiniz nə baş verirdi? Bayaqlar dediyim proseslər baş verirdi. Sonra artıq nə baş verirdi? Artıq bağırsağın aşağı şöbələrində də nəcis formalaşırdı. Daha dəqiqdirsə insan nəcisinə kal deyilə bilirsiniz ki, və kal bağırsağın aşağı şöbəsinə gəldikdən sonra artıq düz bağırsaq tərəfindən defekasiya aktının hesabına qida kütləsi, daha da doğru desək, nəcis kütləsi bədənini nə edirdi? Tərk edirdi. Əlbəttə ki, bilirsiniz ki, o da omurqa beynin oma şöbəsinin hesabına tənzimlənirdi. Burada əlbəttə orta məktəb dərsliklərində artıq həzm orqanlarının xəstəlikləri verilir, dizenteri, hepatit, vəba və siroz. Onlar haqqında danışmayacaq kitablar var artıq. Onlar məncə ehtiyac da yoxdur. Bir də bizim burada yoğun bağırsaqda bir şey yadından çıxdı. Demək ki, yoğun bağırsaqda bilirsiniz ki, nələr var idi? Yoğun bağırsaqda mikroflora çox zəngin idi. Orada bağırsaq çöpü bakteriyalar miqdarı normadan artıq idi. Və nə olurdu? Yoğun bağırsaqda bilirsiniz ki, bax veriblər. Əsasən suyun və mineral maddələrin sorulması, bəzi bakteriyaların, yəni xüsusən bağırsaq çöpü bakteriyanın yaşadığı yer idi. Və bilirsiniz ki, insanda selulozla parçalanan ferment yox idi və olmadığına görə bağırsağın həmin şöbəsində olan bağırsaq çöpü bakteriyaları həmin seluloza nə edirdi? Parçalayırdı. Bir də ki, yadınıza saxlayın ki, qida qalıqları ansa doğru istiqamətləndirir və xarici çıxmasına kömək edir. Bu da oldu bizim yoğun bağırsaq şöbəsi. Amma yadınıza saxlayın, dəvədir, lamada və fillərdə bağırsaqlarında polisaxaritləri, yəni ki, xüsusən də belə deyək də, selulozanı parçalayan fermentlər var. Ona görə də onlar quru ot çöpündən, kütləsindən istifadə etməklə polisaxaritləri deyə də monosaxaritə qədər parçalayaraq karbohidrata qarşı olan bütün enerji ehtiyaclarını nə edirlər? Ödəmiş olurlar. Bu da belə.